Salam dostlar. Bugün DLSİ-də nə haqqında danışacağıq? Bir dənə dostum yazıb ki, yoruma, yəni DLSİ-də para hiləsi eləmək mümkündür. Təbii ki də deyil. Yəni gedib YouTube-da oradan buradan baxıb, həvəslənib, yəni ora-bura girib, yəni oradan buradan proqramlar yükləyib, yəni bunu eləyəcəm, mənə çoxlu qızıl, çoxlu elmas gələcək deyə belə bir şey yoxdur. Mən də etmişəm, amma belə bir şey olmayıb təbii ki. Əlimdən gələn hardasa bir 10 dənə zat növü təşkil eləmişəm, amma heç birdə yəni uyğun tutmayıb. Belə bir şey yoxdur. Yəni hətta YouTuberlər də belə bu hiləni edə bilməyib. Təbii ki, bunu ancaq DLSİ-nin yəni öz yiyəsi çıxara bilər. Oradan gedib edə bilərsiniz. O da ki, məncə pulla ola, belə bir şey ola bilməz. Yaxud da ki, elləsəniz, olmuyor. Telefonunuza zərər gələ bilər, virus keçə bilər. Yəni məndən demək etməyin. Amma əsas yəni konumuz bu deyil. Sizlə necə qızıl kasmaq olar, necə oynamaq olar, onu sizə deyəcəm. Təbii ki, çoxunuz üçün kubok önəmli deyilsə, yəni kubok xoşunuza gəlmirsə, onda yəni nətər deyim, oyunları ara-ara verib keçə bilərsiniz. Öncəliklə nə edirik? Stadion yerinə gəlirik klubun yerinə, yəni bura. Stadionu yüksəldirik. 85 var ha, burada ona basmayın dostlar. Burada efsanəvi yox. Bura gəldiniz dostlar. Burada gəlsiniz, baxın, park stadion. Görürsünüz, zəifdir. Sonra bu gəlir, sonra bu gəlir. Ən yaxşı bonus verənə kimi qaldırırıq. Görürsünüz, yavaş-yavaş artıq. Baxın belə. Baxın dostlar, bu stadion yaxşı stadionlardan biridir. Bunu alın ki, baxın burada bonus versin sizə. Mən başa düşdünüz, yəni burada sizə bonus versin. Burada da efsanevi stadionlardır. Burada ancaq yəni elmaslandır. Elmasla da var, yəni həqiqi pulla da var. Ən çox da həqiqi puldur. Yəni kartınızda nə qədər pul varsa gəlib bura verirsiniz. Mən bu stadionların arasında bunu alma fikrim var. Çox qəşəng dizayn, yəni çox qəşəng dizayn yeri var, qəşəngdir, qıraqları. Görürsüz, burada otlar var. Çox qəşəng stadion, amma bu da qəşəng stadiondur dostlar, onu deyim. Burada bir dənə stadion var. Baxın bu. Ya bunu alacağım dostlar. Ya da ki bu qabaqdakını dostlar. Baxın, bu ikisindən birini alın, çox bonus verir. Bunu demərəm dəqiq. Amma bu çox bonus verir. Mən bunu alacağım. İndidən dedim, fikirləşdim. Buradan çıxırıq dostlar. Baxın, gördüyünüz kimi əgər stadion aldınızsa, alandan sonra gəlin bura. Burada kariyer maslarını ən çox oynayın. Baxın, məsələn, öz yerimdə oynayıramsa, əgər mənim baxın Qarabağ FK, əgər bu tərəfdədirsə sizin də loqonuz, oyuncularınız, onda deməli siz öz evinizdəsiz, öz evinizdə gələk 5-6 qol atasınız və sizə çoxlu yəni qızıl verir. Hətta elə olur ki 100 qızıl verir, 62 qızıl verir, 62 reklam verir. Olur hardasa bir 124. Yəni bu da ki yaxşı bir şeydir. Çıxaq dostlar, bu oyunları da oynayın. Kariyer masları çox önəmlidir. Sonra DP kasın, DP kasaraq gəlirsiniz. Məsələn, burada 500 verir. Yəni 34 DP-yə çatanda 500 qızıl verir. Sonra burada ən çox buranı oynayın. Əvvəl hətta bildiyiniz kimi burada kos olur deyə dostlar, adı neydi onun? Özəl yox, nadir kos olurdu. Baxın, özəl kos yəni nadir də, yəni nadir türü ikon oyuncular basmaq üçün. Amma onun yerində indi 250 qızıl var. Yəni bizim üçün çox qəşəng. 250 qızıl buradan. 350, 50 doğrudan 400. Bu elədir 500, 550, 590, 620, 640. Buradan 640 qızıl çıxır dostlar. Bunu çox oynayıram, mən də oynayıram. Sonra gəlirik nəyə? Baxın, etkinlik gəlir. 50 qızıl verib oynuyorsunuz, bunu açsınız. Bu təbii ki qəşəngdir, şanslıdır. Burada sizə şans vermir. Yəni necə deyim, istədiyiniz qədər oynaya bilərsiniz. Amma gələk 5-ə kimi gəlib çatdırasınız, dalbadal nə bərabər, nə də uduzmayasınız. Baxın, 30 buradan, 80 buradan, 110, 650, 700,
neçə bilmirəm. Hə 750-60 zat verir. Hardasa baxın bunu da oynayın. Bu çox önəmlidir dostlar. Burada hətta gördüyünüz kimi oyuncusu verir. Team of oyuncuları açmaq üçün. Baxın dostlar, sonra gəlirik bura. Baxın bu oyunu oynamayın. Əgər qızıl kassızsa, yəni Dream online oyun oynamayın. Yəni dəyməz ona. Yəni elmas kasın, elmas çox kasın. Çünki elmas kasanda burada sizə qızıllar verir. Bu qızıllar da təbii ki buradan alsınız. Bunu oynayaraq. Sonra dostlar, təbii ki bura gəlirik. Burada da kasın. Buranı da oynayın. 40, 10, 50 çoxdur. Yəni burada mən almadıqlarım çoxdur. Buralar da kasın dostlar. Demək istədim buydu. Hətta buranı da kasın dostlar. Baxın. Bax, burada çox verir. 125. Əgər bunlarla da gol asist yapsaq, yəni hardasa bir 50, oradan 175 qızıl verir. Yəni kasmaq yerimizdə burada qızıl kasaraq. Baxın, məndə 8310 qızıl var. Yəni bu qədər qızıl var. Yəni kasacağım. Opsiya hesabımı satdım. Təzə hesab aldım. Belədir. Necə dostlar? Baxın, hesab belədir. Yəni opsiya hesabdan yaxşıdır. Bu qədər dostlar, dediyim söz bundan ibarət idi. Yəni demək istəyirəm, hilə elə etmək yoxdur. Edə bilən də ki, yəni yazsın. Yəni heç kim edə bilməz o hiləni. Elə bir şey yoxdur. Mən etmişəm, 10 dəfə yoxlamışam, heç də alınmayıb. Məndən demək, oyunun içində qızılı elə oyunun içində qalsın. Ya da ki, burada pulunuz varsa, kartdan, yəni 2200, məsələn 5000 bunlardan alın, qoyun, yəni çoxaldın. Yaxud da ki, mən dediyim türdə çoxalda bilərsiniz. Məsələn, bir aya siz 10.000, yəni qızıl çoxalda bilərsiniz də, yəni demək istəyirəm. Hətta 15.000 davam döyməz oynasanız. Yəni demək istədim, bunlar ibarət idi. Sağ olun dostlar, görüşənədək.